Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bizim mövqenin növbəti buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızı. Bu dəfəki buraxılışımızda da İran gündəmi ilə bağlı önəmli bir istiqaməti müzakirə edəcək və siz bizim bu müzakirəmizi və məsələyə dair mövqeyimizi canlı olaraq Uydupek və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. Bizi sadəcə izləməklə kifayətlənməyin, eləcə də onlayn platformada Günaz TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla, canlı şərh bölməsində aktivliyinizi nümayiş etdirməklə, həm də mövqeyimizin daha geniş auditoriyada səslənməsinə şərait yarada bilərsiniz. İran öz iddialarını təksib edir. Bakı ilə bağlı illərlə səsləndirilən ittihamlar niyə birdən-birə dəyişdi? Bu sualda əsas mövzumuz. Söhbət nədən gedir? İllərdə Azərbaycanı, İsrail və Amerika Birləşmiş Ştatlarına hərbi platforma təqdim etməkdə ittiham edən Tehran bu dəfə fərqli mövqe sərgiləyir. İranın ali liderinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, Azərbaycanda nə ABŞ-yə, nə də İsrailə məxsus hərbi baza var. Onun sözlərinə görə Bakı İran ərazisinə qarşı üçüncü ölkələrin öz ərazisindən istifadə etməsinə imkan verməyəcəyini də təsdiqləyib. Bu bəyanat uzun müddət İran mediası və bəzi rəsmi şəxslər tərəfindən Azərbaycana qarşı səsləndirilən ittihamlarla ziddiyyət təşkil edir. Bəs Tehranın mövqeyindəki bu dəyişiklik nə ilə bağlıdır? Bu Azərbaycanın illərdir müdafiə etdiyi həqiqətlərin İran tərəfindən etirafıdırmı? Yoxsa bölgədə dəyişən geosiyasi reallıqlar Tehranı ritorikasını yumşaltmağa mı məcbur edir? Elə bu suallarla studiyamızın qonağı siyasi ekspert Müşfiq Abdullah bəy ilə müzakirə aparacaq. Müşfiq bəy, xoş gördük sizi. Salam Züriyə xanım, xoş gördük. Xoş gördük, təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Müşfiq bəy, yeri gəlmişkən siz həm də illərin jurnalistisiniz, elə bu münasibətlə də yaxında həm də media günü, mətbuat günü olacağını nəzərə alaraq gününüz münasibəti ilə sizi təbrik edirik. Çox sağ olun, təşəkkür edirəm. Qarşılıqlıdır. Siz sağ olun. Buyurun Müşfiq bəy, hər halda sualımız aydın oldu, söhbət nədən gedir? İran niyə indiyə qədər dilə gətirdiyi yalanlardan indi imtina etmək istəyir? Bilirsiniz, İran əslində reallığı etiraf edir. Mən bunu belə deyərdim. Çünki İranın başqa yolu yox idi. Dəfələrlə İran bəlkə də deyərdim 10 dəfələrlə çalışıb ki, Azərbaycana şantaj etsin, Azərbaycana böhtan atsın, Azərbaycan ərazisində hansısa bir xarici ölkənin hərbi bazasının olduğunu, bunun İranın milli təhlükəsizliyinə təhdid yarattığını bizə sübut etməyə çalışsın və bununla da regionda özünün təxribatçı fəaliyyətini genişləndirmək üçün bir əsas formalaşdırsın. Ancaq nə qədər İran bunu edibsə, bunun heç bir nəticəsi olmayıb. Yəni, heç bir dəlil tapa bilməyiblər. İndi də Yəhya Rəhim Səfəvinin açıqlamasını göstərdi ki, onlar Azərbaycan, İran və Türkiyə, onun dediyinə görə, koordinasiyalı şəkildə danışıqlar aparıblar və yəqin ki, bu danışıqlar qapalı gedib. Və Azərbaycan o danışıqlar prosesində, yəni diplomatik müstəvidə olaraq tam sübut edib ki, Azərbaycan ərazisində nə İsrailin, nə Amerika Birləşmiş Ştatlarının hərbi bazaları yoxdur və bu bazalardan da dırnaqarası bazalardan da İrana qarşı hərbi məqsədlərlə, hücum məqsədi ilə istifadə ediləcəyinə dair bir fakt yoxdur. Ondan sonra artıq İran reallığı etiraf etmək məcburiyyətində qalıb. Yəhya Rəhim Səfəvi həmçinin bildirir ki, Türkiyə tərəfi də İncirlik hərbi bazasından İrana qarşı istifadə edilməyəcəyini dair bir razılaşma var tərəflər arasında. Bilirsiniz, bu əslində Züriyə xanım, bu günün məsələsi deyil. Yəni, Azərbaycan dəfələrlə sübut edib ki, onun ərazisində başqa dövlətin hərbi bazası yoxdur və bundan da öz ərazisindən İrana və ya digər ölkəyə hücum məqsədi ilə istifadəyə razılıq vermək fikrində deyil. Çünki əvvəla bu Azərbaycanın konstitusiyası buna yol vermir. Azərbaycanın hərbi doktrinası buna yol vermir. Ona görə də bu Azərbaycan ərazisində hansısa bir xarici ölkənin hərbi bazasının olduğuna dair bir uydurma fikir irəli sürmək, bu sadəcə absurddur. Azərbaycan bloklara qoşulmayan ölkədir, neytral dövlətdir və öz ərazisində Azərbaycan
daim sülh prosesinə dəstək verib. Azərbaycanda bir-birindən tam siyasi və hərbi müstəvidə rəqib olan güclər istər Qərbdə, istər Rusiyada, istər fikir verin İsrail, Suriya müstəvisində və digər dövlətlər Azərbaycan ərazisində sülh danışıqları aparıblar. Azərbaycan ərazisi bir sülh platformasıdır və Azərbaycan öz ərazisindən başqa dövlətə qarşı hücum məqsədi ilə istifadəyə icazə vermək niyyətində deyil. Ona görə İranın dedikləri indiyə qədər boş, mənasız, heç bir əhəmiyyəti olmayan fikirlər olur. Azərbaycan, mən bayaqki fikrimə qayıdıram ki, bu indinin məsələsi deyil. Niyə? Bir il öncə, hələ iyun ayında, 2025-ci il iyun ayında 12 günlük müharibə zamanı Azərbaycan sübut elədi ki, deməli, nə İsrailin, nə Amerika Birləşmiş Ştatlarının, başqa ölkənin burada hərbi bazası yoxdur. Hücumlar da ya birbaşa İsrailin ərazisindən edilmişdi o vaxtı. Sonraki ikinci müharibədə, yəni fevralın 28-də bu il keçirilən Amerika Birləşmiş Ştatları, İsrail, Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumu və orada hər üç dövlət arasında baş verən müharibədə də Azərbaycan neytral qaldı və hücumlar da bilirsiniz ki, İsrail ərazisindən və yaxın şərqdəki Amerika hərbi bazalarından, eləcə də Fars körfəzində, Hörmüz boğazında yerləşən Amerika donanmasının Amerika gəmilərindən atıldı. Hücumlar təşkil olundu. İstər aviasiya, istər raketlər oradan hücuma keçdilər, zərbə indirdilər və bu baxımdan da Azərbaycanın tam neytral qalması görünür İranda müəyyən dairələri, hansı ki, anti-Azərbaycan mövqeyi ilə seçilən, daim Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən, bir türk düşmanı olan qüvvələri narahat edirdi. Sanki onlar dəfələrlə bu məsələni gündəmə gətirməyə çalışdılar, dəfələrlə aranı qatmağa çalışdılar və çalışdılar ki, bir təxribat törətsinlər və sübut kimi ortaya qoysunlar və sonra desinlər ki, baxın, Azərbaycan bizə düşmən dövlətdir, öz ərazisindən bizim düşmənlərimizə zərbə vurmaq üçün istifadə etməyə şərait yaradır. Ancaq bunların heç biri baş verməyəndə onlar başladılar, belə deyək, sanki bir özləri təxribata əl atmağı. Ona görə də mart ayının 5-də bilirsiniz ki, İran ərazisindən Azərbaycana qarşı dron hücumu təşkil olundu. Yenə də gördülər ki, yox, Azərbaycan İrana qarşı hər hansı bir belə deyək, müharibəyə, hərbi təxribata qoşulmaq niyyətinə deyil. Azərbaycan daha sülhpərvər mövqe tutdu. Düzdür, etirazımızı bildirdik, xəbərdarlığını etdi Azərbaycan tərəfi. Ancaq Azərbaycan prezidenti də bildirdi, Dövlət Təhlükəsizlik Şurasının iclası toplandı. Ancaq buna baxmayaraq İrana başa saldılar ki, bu təxribata getmək lazım deyil və bu sizin ziyanınıza ola bilər. Azərbaycan özünün müdafiə tədbiri kimi sərhədləri bağladı, ticarət yollarını bağladı və ondan sonra İran anladı ki, Azərbaycanla bu münaqişəni yaratmaq, şimal sərhədlərində münaqişə yaratmaq, o yalnız və yalnız İranın öz ziyanı ola bilər. Ona görə də məcbur oldular təzədən barışığa getməyə, təzədən Azərbaycanla razılaşma əldə etməyə və onun ardınca ilk İrana humanitar yardım göndərən dövlət Azərbaycan oldu və onlar anladılar ki, necə deyərlər, el dilinə deyəcək, dostu ilə düşmənini seçməyi bacarasan gərək. Yəni, onlar anladılar ki, Azərbaycan onlara düşmən deyil, dost mövqeyi. Baxmayaraq ki, onlar bizə düşmən mövqeyi sərgiləyirlər. Azərbaycan onlara qarşı xoş münasibət bəslədi. Azərbaycan onlara qarşı humanist mövqedən yanaşdı və ilk hərbi yardım göstərdi. Ondan sonra başqa dövlətlər İrana hərbi yardım, üzr istəyirəm, hərbi yardım deyirəm, humanitar yardım göndərdi. Ondan sonra digər dövlətlər humanitar yardım göndərdi. Bax, bu baxımdan da İran çalışırdı ki, daim
şimali özünün şimal sərhədlərində, Qafqazda bir təxribat törətsin, bir ara qarışdırsın ki, və bu yenidən bu bölgədə bir münaqişə ocağı yaratsın və bu münaqişə ocağını Cənubi Qafqaza doğru genişləndirsin, Zəngəzur dəhlizinin reallaşmasının qarşısını alsın. Bax, bütün bunlar ona xidmət edirdi və daima da İranda o paydarı qrupu deyilən, o mühafizəkar qrup çalışıb ki, xüsusilə bu məsələdə fəallıq göstəriblər. Ancaq bunların heç birinin mənası olmadı. Onu da qeyd edin ki, Yahya Rəhim Səfəvi bilirsiniz ki, Sepah generalıdır, vaxtilə hətta Sepahın komandanı olub və bugün Sepaha rəhbərlik etmiş, əynində Sepahın hərbi formasını gəzdirən bir şəxsin bu sözü deməyi onu göstərir ki, artıq onlar reallığı etiraf etmək məcburiyyətindədirlər və indiyə qədər bəlkə də mən deyərdim, etdikləri o təxribatçı davranışdan, Azərbaycana qarşı düşmən mövqedən bəlkə də peşman olublar. Çünki bilirsiniz, regionda vəziyyət dəyişir. Regionda vəziyyət, o bayaq çox düzgün edir. İranın geosiyasi dəyişikliklər baş verdikcə, onlar anlayırlar ki, Azərbaycanla digər qonşularla düşmən münasibəti dərinləşdirmək heç də onların xeyrinə deyil. Əksinə ziyanlı ola bilər. Ona görə də onlar məcbur olub artıq özləri üçün yaratdıqları bu problemlərdən uzaq olmağa və daha çox qonşularla əgər bunu doğrudan da səmimidirlərsə, əgər həqiqətən də səmimidirlərsə, bu münasibətləri qaydaya salmağa çalışırlar. Bu rakursdan mən Yahya Rəhim Səfəvinin dediyinə şərh verərdim. Necə düşünürsünüz Müşfiq bəy, bəs bu münasibətlərə hansı yöndən təsir göstərə biləcəkmi ümumiyyətlə hansısa yöndən? Çünki bu cür U dönüşlərini, tamamilə fərqli, ziddiyyətli bəyanatları biz mütəmadi olaraq görmüşük. Hətta bununla bağlı bir mötəbər bir platformada Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də fikirləri oldu ki, çox fərqlidir münasibətləri, yəni tez-tez dəyişkəndir. Təxminən, yəni dolayı yolla belə bir fikri də ifadə etmiş oldu. Bu sual bir də Zəngəzur dəhlizi ilə bağlı hələ də fərqli rəsmilər, müxtəlif ölkələrdə olan səfirlərin, xüsusən də Ermənistandakı səfirin dili ilə bəzi bəyanatları səsləndirirlər, rejim səsləndirmiş olur. Bax, həmin ritorikada da bir dəyişiklik görə bilərikmi? Sözün düzü mən hesab edirəm ki, bu daha çox taktiki bir gedişdir. Yəni, heç vaxt İrana etibar edib, İrana, belə deyək, əminliklə yanaşmaq olmaz ki, bu İranın daimi, ümumi strateji kursudur. Azərbaycanın münasibətdə daimi dost münasibəti göstərəcək. Mən buna inanmıram. Yəni, İran elə bir dövlətdir ki, istənilən an yenidən mövqeyini dəyişib, Azərbaycana qarşı hər cür təxribat və şantaj addımlarına, diversiya keçə bilər. Bu baxımdan da Yahya Rəhim Səfəvinin dediyi bəyanat daha çox taktiki yanaşmadır. Yəni, düzdür, həqiqətdir. Həqiqətin reallığın etirafıdır ki, bəli, Azərbaycan ərazisində nə İsrailin, nə Amerika Birləşmiş Ştatlarının hərbi bazası yoxdur və bu onu göstərir ki, yəni, onlar bununla demək istəyirlər ki, bizim sizinlə işimiz yoxdur. Yəni, biz Azərbaycana qarşı hər hansı təhlükə yaratmayacağıq. Ancaq buna nə qədər etibar eləmək olar, nə qədər inanmaq olar. Heç bir qarantiya, heç bir zəmanət vermir ki, səhəri gün İranda hakimiyyəti ələ keçirmiş bu generallar, bu hərbiçilər, bu sepahçılar Azərbaycana qarşı hər hansı bir təhlükə törətməyəcəklər. Ona görə də biz işimizi ehtiyatlı tutmalıyıq. Yəni, onlara inanıb sərhədlərimizi müdafiəsiz qoymamalıyıq. Hava məkanımızı müdafiəsiz qoymamalıyıq. Çünki onlar bir türk düşmənidirlər. Onlar bir Azərbaycan düşmənidirlər. Yəni, bunu mən yalnız özümüzə aid etmirəm. Azərbaycan Respublikasına, Azərbaycan dövlətinə aid etmirəm. Bütövlükdə o taylı, bu taylı bütün Azərbaycana aid edirəm.
Yəni ona görə də bax o Yahya Rəhim Səfəvinin dediyinin timsalında biz tam əmin ola bilmərik ki, bu kifayət qədər inana bilmərik ki, artıq bütün problemlər aradan qalxıb, bütün necə deyərlər, fikir ayrılığı öz həllini tapıb və onlar bizə qarşı hər hansı bir təhlükə yaratmayacaqlar. Bayağı yaxşı dediniz, yəni Zəngəzur dəhlizi məsələsi. Bilirsiniz ki, TRIP layihəsi reallaşması istiqamətində getdikcə daha ciddi, daha real addımlar atılır və bu günlərdə həmin şirkətə Amerika Birləşmiş Ştatları tərəfindən rəhbər də təyin edilib, yəni Konstantin Sokolov, Yahya Rəsilli və bu layihənin reallaşması heç vaxt İranın maraqlarına cavab vermir. Ona görə də İran çalışacaq ki, bu məsələdə o qırmızı xətti elan etdiyi Zəngəzur dəhlizinə qarşı təxribatlar törədə bilər, zərbələr indirə bilər, hər şey edə bilər. Ona görə də yəni onlar bu yaxınlarda elan elədilər ki, Zəngəzur dəhlizindən Amerika Birləşmiş Ştatları çıxmalıdır, Trump marşrutundan çıxmalıdır. Çünki anlaşma memorandumunun 4-cü maddəsində onlar razılaşma əldə edirlər ki, İran sərhədlərinə yaxın ərazilərdən öz qüvvələrini çəkəcəklər. Halbuki Amerika Birləşmiş Ştatlarının orada nə silahlı qüvvələri var, nə ordusu var. Sadəcə o bir kommersiya layihəsidir. Onun təhlükəsizlik təminatında isə daha çox texniki, texnoloji vasitələrdən, kameralardan istifadə olunacaq. Ermənistan müəyyən hissəsini üzərinə götürəcək. Ona görə də ancaq bunlar çalışırlar ki, Amerika Birləşmiş Ştatları ilə düşmənçiliyini digər ərazilərə daşısınlar, digər ölkələrin ərazisinə keçirilən bu münaqişəni və öz məqsədləri üçün təxribatlar törətsinlər. Bu baxımdan da mən tam əmin deyiləm ki, Yahya Rəhim Səfəvinin dediklərinə biz arxain olub özümüzə bir dost dövlət artıq İranın timsalında bir dost dövlət biz düşünə bilərik ki, artıq İran bizi düşmən hesab etmir, artıq İrandan bizə təhlükə yoxdur. Yəni mən hesab edirəm ki, biz daim çalışmalıyıq ki, özümüzün müdafiəmizi güclü təmin edək, daim bizi gözləyən təhlükələri qarşısını almaq üçün hazır olaq. Bəli. Bir də Ankara tərəfindən incirlik bazasının İrana qarşı istifadə olunmayacağı ilə bağlı təminat məsələsi də xəbərdə yer alırdı. Bu barədə fikirlərinizi də eşidək. Bu əslində gözlənilən bir addım idi. Çünki birincisi, ümumiyyətlə Rəcəb Tayyip Ərdoğanın hakimiyyəti dövründə heç bir dövlətə Türkiyə öz ərazisindən hücum məqsədi ilə istifadəyə razılıq verməyib. Yəni bu hələ 2003-cü ildə İraq məsələsində də özünü göstərdi və ondan sonra ümumiyyətlə Türkiyə daha çox xarici siyasətdə müstəqil kurs tutmağa başladı və Qərblə münasibətlərində, NATO ilə münasibətlərində, xüsusilə Amerika Birləşmiş Ştatları ilə münasibətlərində yaranmış soyuqluğun bir səbəbi də əslində zaman-zaman bununla bağlıdır. Yəni, bu barədə çox danışılmır, əslində belədir. Yəni, Türkiyənin müstəqil xarici siyasət yürütməyi Qərbdə görünür, heç də müsbət qarşılanmır. Sonra, amma ondan əvvəl bilirsiniz ki, 1990-cı ildə fırtına əməliyyatı zamanı o vaxt baş nazir Tansu Çiller idi, o razılıq vermişdi. Sonra Erdoğan ancaq hakimiyyətə gəldikdən sonra bu məsələnin qarşısını aldı. İndi də İrana qarşı hərbi əməliyyatlarda dəfələrlə İran raket atsa da Türkiyə ərazisinə çalışırdı ki, Türkiyəni bu təxribata çəksin, çalışırdı sübut eləsin ki, güya Türkiyə ərazisindən ona qarşı təhlükə var. Ancaq Türkiyə bu məsələdə neytrallığını qorudu və özünün İrana qarşı hər hansı bir
belə deyək, düşmən mövqedə olmadığını, daha çox bu məsələdə sülh mövqeyi tutduğunu və tərəflər arasında bilirsiniz ki, hətta Pakistandan öncə Türkiyə olmuşdu vasitəçi sülh danışıqlarının təşkilində. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan dəfələrlə bu məsələdə xüsusilə fəallıq göstərdi. Türkiyənin Xarici İşlər Naziri Abbas Ərakçı, üzr istəyirəm, İranın Xarici İşlər Naziri Abbas Ərakçı ilə çalışdı ki, əlaqə qursun, sülh danışıqlarında vasitəçilik olsun ki, burada Türkiyənin heç bir düşmən niyyətinin olmadığını İrana qarşı sübut eləsin və Türkiyə sülhsevər dövlətdir və çalışırdılar ki, yəni Türkiyənin ərazisindən İrana qarşı hər hansı bir hücum edilməyəcəyini göstərsinlər. Bu baxımdan da İran bir neçə dəfə, amma İran rəhbərliyi, İran rejimi daha doğrusu özünün o bəd əməllərindən, yəni onların o belə deyək də əqrəb davranışı özünü göstərməli idi. Yəni onlar dayana bilmirdilər. Mütləq bölgədə təxribatı əl atırdılar və bir neçə dəfə Türkiyə ərazisinə raket atdılar. Ancaq bu nəticə vermədi, yəni Türkiyə bu təxribata getmədi. İndi də Türkiyə İrana söz verir ki, İncirlik hərbi bazasından ona qarşı istifadəyə icazə verməyəcək və burada məqsəd Türkiyə görünür münaqişədən yayılmaq istəyir. Yəni, çünki bilir ki, Ərəb ölkələrində olduğu kimi Türkiyəyə qarşı da raket atmaq, dron atmaq, terror etmək bölgənin ərazisində İranın məqsədidir, İranda müəyyən dairələri məqsədidir. Ona görə Türkiyə çalışır ki, bu münaqişədən yayınsın. Bax, İncirlik məsələsi də bununla bağlıdır. Ancaq mən düşünmürəm ki, Qərbin, NATO'nun, əvvəla NATO bu münaqişəyə qoşulmayacaq. İkinci Amerika Birləşmiş Ştatlarının da İncirlikdən istifadə edəcəyini mən o qədər gözləmirəm. Yəqin ki, hərbi əməliyyatlar daha çox yenə də Körfəz ölkələrindən, ərazisindən və Hörmüz boğazı istiqamətindən endiriləcək zərbələr və növbəti mərhələdə isə böyük ehtimalla artıq İsrailin hərbi əməliyyatlara başlaması ehtimalı var ki, bu da İsrail ərazisindən hücumların təşkil olunacağını deməyə əsas verir. Müşfiq bəy, bəs bax bu etiraflar, belə desək, İranın beynəlxalq etibarlılığı məsələsinə necə təsir göstərə bilər? Çünki aşkar formada artıq dediklərimiz yalan idi, dedilər dolayı yolla. Bilirsiniz, onsuz da dünyada İrana heç kim etibar göstərir. Deyir, İslanmışın yağışdan qorxusu yoxdur onsuz da. İranı, bilirsiniz ki, bugün İrana rəhbərlik edən hərbi qüvvəni dünyada terror təşkilatı kimi tanınan ölkələrin sayı günü-gündən artır. Artıq 46 dövlət İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyır. Ona görə də İrana heç kim güvənmir. İranın təsəvvürün qonşularındakı bütün müsəlman dövlətlərlə hamısından düşmən münasibətdəyik. Yalnız Ermənistan istisna olmaqla bütün qonşularla problemi vardı. Pakistanla bu yaxınlarda barışırlar. İraqdan da onların öz maraqları var. O məqsədlə istifadə edirlər və İraq, mən düşünmürəm ki, İraq bugün baxmayaraq ki, şiələr orada çoxluq təşkil edir. Mən düşünmürəm ki, İraq İranın dost ölkəsidir. Yəni, Azərbaycana münasibətləri bəllidir. Əslində, Türkiyə münasibətləri çox mənfidir. Sadəcə olaraq indiki şəraitdə İranın diqqəti yönəlib Amerika Birləşmiş Ştatları ilə münaqişəyə, ərəb ölkələrindən olan münasibətlər artıq ortaya çıxdı. Yəni, birbaşa açıq düşmənçiliyə, bu düşmənçilik açıq müstəviyə keçdi, müharibəyə keçdi ərəb ölkələrindən. Ona görə də bilirsiniz, indiki şey biraz Amerika Birləşmiş Ştatları ilə müharibə başları qarışıb, diqqətləri digər ölkələrdən yayılır. Məncə, ola bilsin ki, Azərbaycanla
bu jest eləməyi, yəni Azərbaycan ərazisində hərbi bazalar yoxdur deyə güya bir müsbət jest eləməyi və bununla bağlıdır İranın. Heç bir zəmanət yoxdur ki, gələcəkdə məsələn müharibə dayanandan sonra eyni Azərbaycana qarşı mənfi münasibəti, o necə deyirlər, qərəzli siyasəti yenə davam etdirməyəcəklər. Bu baxımdan da İrana heç kim ehtimal göstərmir, heç kim etibar eləmir. Yəni İran necə deyirlər, arxain, söykənləsi bir divar deyil. Yəni o hər an insan yəni özünü dost sanan tərəfin üstünə uça biləcək bir təhlükə mənbəyidir. Ona görə də İrandan həmişə məsafəli davranmaq, düşmənçilik yox. Sadəcə olaraq İranla münasibətlərdə hər zaman balansı qoruyub saxlamaq lazımdır. Çünki İran indiyə qədər digər dövlət təsəvvür, bu adamlar necə bir düşüncənin sahibidirlər ki, Taciklər farsdır. Taciklər öz millətləridir, amma məzhəbçilik zəminində Taciklərlə də belə, Tacikistanla belə münasibətləri soyuqdur. Həmsərhəd deyirlər. Taciklərlə də heç isti münasibətləri yoxdur. Ona görə də İrana qarşı mən deməzdim ki, belə etibar edib onlara güvənmək olar. İrana güvənmək olmaz. İran hər zaman hər cür təhlükələr və xüsusilə də İranın bu günlərdən nüvə silahı keçsə və bu nüvə silahı bilirsiniz də indi kəşfiyyat məlumatları çıxır ki, Külünk dağının altına gidərlər sentrifugalar. Bəli, bəli. Yenə də fəaliyyətlərini davam etdirirlər. Yəni, həmin nüvə silahı əldə etsə, bugün o dedikləri o etiraflar, nə bilim, bu xoş münasibət, bu əl sıxmalar, bu diplomatik jestlər, bunların hamısı bir anda yoxa çıxacaq. Və İran əlində nüvə silahı hamını hədələməyə başlayacaq. Bütün dünyanı təhdid etməyə başlayacaq. Ona görə də ehtiyatlı olmaq lazımdır. Əgər düzdür, onların dediyi etirafdır, bəli. Azərbaycan ərazisində heç bir hərbi baza yoxdur. Azərbaycan İran öz ərazisindən İrana qarşı istifadəyə icazə vermir, yol vermir. Ancaq o demək deyil ki, İran da bunu etiraf edirsə, artıq bizə qarşı olan o təxribatlar daha baş verməyəcək. O demək deyil ki, İran bizə qarşı o düşmənçiliyi, o qərəzli münasibəti kənara qoyub bir dəfəlik unudub. Xeyr, hər zaman bu hallar təkrar oluna bilər. Ona görə də biz siyasi mövqeyimizdə bunları unutmamalıyıq. Minnətdarıq sizə Müşfiq bəy, dəvətimizi qəbul etdiyiniz üçün, maraqlı şərhiniz üçün. Sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun. Bəli, əziz izləyicilər, qonağımız siyasi ekspert Müşfiq Abdulla bəydir və biz onunla maraqlı bir mövzunu həm də müzakirə etmiş olduq. Söhbət illərdir Azərbaycanı İsrail və ABŞ-yə hərbi platforma təqdim etməkdə ittiham edən Tehranın bu dəfə rəsmi səviyyədə fərqli mövqe sərgiləməsindən gedir. İranın ali liderinin baş hərbi müşaviri Yəhya Rəsim Səvəvi bildirib ki, Azərbaycanda nə ABŞ-yə, nə də İsrailə məxsus hərbi baza var. Onun sözlərinə görə Bakı İran ərazisinə qarşı üçüncü ölkələrin öz ərazisindən istifadə etməsinə imkan verməyəcəyini də o təsdiqləmiş olub. Eyni ifadəni elə Türkiyənin də lehinə belə desək səsləndirir və təbiidir ki, niyə birdən-birə bu informasiyaları, bu mövqeyini onlar sərgiləmək məcburiyyətində qaldılar? Bir U dönüşünün səbəbi, arxasında duran maraqlar nədən ibarət idi və beynəlxalq proseslərdə, beynəlxalq imic məsələsində də hansı belə desək nəticələrə gətirib çıxara bilər? Bu sualları Müşfiq bəyə verməyə çalışdım. Hətta bir məcburi bir ifadə kimi sual verərkən də istifadə etdim ki, beynəlxalq etibarlılıq, çünki bu adətən nəzəri dildə belə desək istifadə olunan bir termin kimi sadəcə mən bunu dilə gətirmiş oldum, amma Müşfiq bəy də çox peşəkarca ifadə etdi ki, İranla bağlı ümumiyyətlə hansı etibarlılıqdan danışmaq olar ki, o etibarlığa da hələ zərər gəlmiş olsun. Belə, əziz izləyicilər, önəmli bir mövzuydu, həm də regional prosesləri də özündə ehtiva edəcək, bir ipuçlar verəcək təhlili də həm də sizə təqdim etmiş olduq. Siz isə bizi canlı olaraq Uydupek və
YouTube kanalları üzərindən izləmiş oldunuz. Bizi sadəcə izləməklə kifayətlənməyin, eləcə də onlayn platformada Günaz TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla, canlı şərh bölməsində aktivliyinizi nümayiş etdirməklə həm də mövqeyimizin daha geniş auditoriyada səslənməsinə şərait yarada bilərsiniz. Sadəcə YouTube alqoritmik qaydalarına uyğun olaraq, tələblərinə uyğun olaraq bu çağırışımızı səsləndiririk və heç bir kommersiya, hər hansı bir maliyyə marağı mövcud deyil. Odur ki, gündəmdə baş verənlərdən və onların obyektiv təhlilindən xəbərdar olmaq, başqalarının da eyni anda xəbərdar olmasına şərait yaratmaq üçün gözünüz, diqqətiniz, dəstəyiniz elə bizim mövqedə olsun. Növbəti buraxılışda görüşənə